Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mübarək Ramazan ayının bu günündə. Mübarək Ramazan ayının gəlişi münasibəti ilə hər birinizi təbrik eləyirəm. Allah bu ayda tutduğunuz orucları, etdiyiniz ibadətləri ali dərəcədə qəbul eləsin və bizləri bu ayın əhlindən qərar versin inşallah. Ay boyunca müəyyən söhbətlərlə, qısa mövzulu söhbətlərlə sizin xidmətinizdə olacaq inşallah. Mübarək Ramazan ayı Quran-ı Kərimdə adı çəkilən yeganə aydır və bir sıra əməllər var ki, Quran-ı Kərimdə Allah onların nəticələrini açıqlayıb. O əməllərdən biri də Mübarək Ramazan ayıdır. Mübarək Ramazan ayının orucudur. Allah buyurur: Kutbə aleykumus-siyam kəma kutbə aləl-ləzîne min qablikum ləalləkum təttəqun. Sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də vacib olundu ki, bəlkə təqvalı olasınız. Yəni, oruc insanda təqva xüsusiyyətini yaradır, təqva xüsusiyyətini formalaşdırır. Orucun nəticəsi təqvadır. Bəs təqvalı olanda insan necə olur? Hansı dəyərə malik olur? Allah bunu da öz kitabında, Quran-ı Kərimdə bizlər üçün açıqlayıb. İnnə əkrəməkum indəllah ətqakum. Sizin Allah yanında ən hörmətli olanınız, ən əziz olanınız, ən təqvalı olanınızdır. Yəni, təqva insanı Allahın əzzinə çevirir, Allahın yanında hörmətli bəndə eləyir. Oruc səndimə buna xidmət eləyirmiş. Oruc bizdə təqva xüsusiyyətini yaradır. Başqa ayədə də Allah buyurur ki, mənim yanımda ən əziz olanınız, ən təqvalı olanınızdır. Nəticə olaraq deyə bilərik ki, oruc insanı Allahın əzzinə çevirir. Allah yanında hörmət və ehtiram sahibi eləyir. Orucun nəticəsi budur. Oruc insanı bu məqama çatdırmaq üçündür. Bu ayın gəlişi münasibəti ilə mərifət sahibləri, məsum imamlar xüsusi sözlər buyurublar. Bu aya həm özləri, həm insanları hazırlaşdırıblar. Həzrət Peyğəmbər Şaban ayının axır cüməsində, axırlarında insanları mübarək Ramazan ayına hazırlaşdırmaq üçün Şabaniyə xütbəsi söyləyir. Və yaxud da İmam Səccad əleyhissalam ayın əvvəlində buyurur: Əlhimna mərifətə fədlihi və iclalə hürmətihi. İlahi, bizə ilham elə. Nəyi ilham eləsin? Bu ayın fəzilətinə mərifət ilham elə. Bizə mərifət ver ki, bu ayın fəzilətin başa düşək və iclalə hürmətihi və bu ayın ucalığını, hörmətini qoruyub saxlayaq. Bu ayın nə qədər hörmətli ay olduğunu başa düşək, buna mərifətimiz olsun, bunu bizə ilham elə. Həzrət Peyğəmbər bir hədisində buyurur ki, Huvə şəhrun əvvəluhu rəhmətun və əvsətuhu məğfirətun və axiruhu itqun minənnar. Bu elə bir aydır ki, əvvəli rəhmətdir, ortası məğfirətdir və sonu da əzabdan, oddan qurtuluşdur, oddan nicatdır. Huvə şəhrun du'itum fihi ilə ziyafətillah. Bu elə bir aydır ki, siz Allah qonaqlığına dəvət olunubsuz. Aləmlərin Allahı, bütün varlıq aləmini yaradan, onlara nemət verən Allah bizləri bu ayda öz ziyafətinə, qonaqlığına çağırıb dəvət eləyib. Ev sahibi Allahdır. Allahın açdığı o ziyafət süfrəsində hər şey var və o nemətlər sonsuzdur, tükənmir. Mə indəkum yənfədu. Sizin yanınızda olanlar fanidir, aradan gedir. Və mə indəllah baqin. Allah yanında olanlar qalıcıdır, əbədidir. İstəyirik ki, bizlər də bu ayda o süfrədən maksimum istifadə eləyək, o nemətlərdən maksimum istifadə eləyək, Allahın o sonsuz nemətlərindən istifadə eləyək. Bunun üçün xüsusi hazırlıqla bu aya biz daxil olmalıyıq. Günahlardan istiğfar eləyək, özümüzü təmizləyək, tövbə eləyək və pak halda bu aya daxil olaq ki, o süfrədən, rəhmət süfrəsindən daha çox fayda götürək, bəhrə götürək. Quran-ı Kərimdə Allah Həzrət Musaya necə buyurur? Fəxlənə iləykə innəkə bil vadil müqəddəsi tuva.
ayaqqabılarını, çarıqlarını çıxart ki, sən müqəddəs vadiyə daxil olursan. Bizlər də müqəddəs bir aya daxil oluruq. Əgər istəyiriksə ki, bu aydan daha çox feyz götürək, bu aydan daha çox istifadə eləyək, bəhrə götürək, üzərimizdə olan o günah çirklərini təmizləyək, o çarıqları çıxardaq bizdə ki, onlar bizim günahlarımızdır, bizim zəifliklərimizdir, bizim qüsurlarımızdır. Özümüzü onlardan təmizləyək və o şəkildə, pak şəkildə ilahi ziyafət süfrəsində əyləşək ki, Allahın rəhmətindən daha çox bəhrə götürə bilək, istifadə eləyə bilək. Allah bu işdə hər birimizi müvəffəq eləsin və bu ayın feyzindən, bərəkətindən bizləri ayrı salmasın inşallah. Bugünkü söhbətimiz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.